Marneuli İdman Məktəbinin Tereteli zalının idmançıları Gürcüstan çempionatında uğurla çıxış edərək müxtəlif çəki dərəcələrində mükafatlar qazandılar. Oğlanlar arasında 66 kiloqram çəki dərəcəsində final görüşü məktəbin iki şagirdi arasında keçirildi. Onlar qızıl və gümüş medalları bölüşdülər. Qızlarda yarışda uğurla çıxış etdilər. Barbari Çarçidze ikinci, Anono Koyladze isə üçüncü yeri tutdu. Sözü gedən idman qrupunun idmançıları Gürcüstan çempionatında əldə etdikləri uğurlarla bizi sevindirdilər. İstəyirəm onları ürəkdən təbrik edim. Uğurlu cüdoçularımız arasında qızlarımızın da olması bizi çox sevindirir. Qızları idmana cəlb etmək məqsədlərimizdən biridir. İkinci dəfə Gürcüstan yığmasında yarışdım. Üçüncü yeri aldım. Çox çətin mübarizə oldu. Ölkəni və bölgəmizi dünyada təmsil etmək istəyirəm. Mən də yarışda ikinci yeri aldım. Birinci yeri almaq istəyirəm. Məşhur idmançı olmaq istəyirəm. Gürcüstan çempionu oldum. Biraz çətin olsa da yaxşı oyunlarım oldu. Gələcəkdə dünya və olimpiya çempionu olacağam. 4 qarşılaşmam oldu. Dostuma məğlub oldum. Gələcəkdə özümü gəlişdirmək istəyirəm.